müraciətimizi qəbul etdiniz və gəldiniz. Sizinlə intervyu etmək bizim üçün çox xoş oldu. Sağ olun, mənə də xoşdur. Özünüz haqqında məlumat verə bilərsinizmi? Bugün olduğumuz yerə gəlməkdə hansı mərhələlər sizin üçün mühüm rol oynadı? Mən SAT Qrup şirkətinin həm təsisçiyəm. Şirkətimiz bizneslərə xidmət göstərir, şirkətlərə. Biz şirkət əməkdaşlarının təlimləndirilməsilə məşğuluq, biznes təlimləri veririk. Xüsusilə idarəetmə, satış, marketinq, iqtisad istiqamətləri üzrə. Bir də biz konsalting xidməti veririk. Şirkətlərin effektivliyinin artırılması istiqamətində həm idarəetmə üzrə, həm ümumi şirkətin strategiyası hazırlanması, strateji dəstək, şirkətin satış sistemi, marketinq sistemi, CRM sistemi və s. Yəni bizim bildiyimiz ümumi biznes konsalting xidmətlərini biz göstəririk. Bundan əlavə biz 2024-cü ildən qiymətləndirmə xidmətinə də başlamışıq. Biz şirkət əməkdaşlarının potensialını, səriştələrini qiymətləndiririk. Süni intellekt əsaslı platforma üzərindən. Sualınızın ikinci hissəsi var ki, mən necə oldu karyera yolum. Mən orta məktəbi İsmaildə oxumuşam, bir saylı məktəbdə, sonra İqtisad Universitetini bitirmişəm. Xüsusi istedadlar qrupu var idi o vaxt, orada təhsil almışdım. Ondan sonra müxtəlif yerlərdə işləmişəm. 2 magistr təhsilim var burada və Almaniya, Frankfurt School'da idarəetmə üzrə və iqtisadiyyat üzrə. Hazırda doktorantura təhsilim də var. Bu dəqiqə hazırda təhsil və elmin qarışıq, belə deyək. Artıq qurtarmaq üzrə, yəqin növbəti bir il ərzində müdafiə edərəm PhD almaq üçün. Bu vaxta qədər mən işim idarəetmə ilə bağlı olub. Çox şirkətin idarəetməsi ilə məşğul olmuşam. Şirkətlər qrupları olub bunların içərisində. Məsələn, Modern Qrup şirkətlər qrupunun haradakı 20 şirkət var idi mən idarə edəndə. Oranın CEO-su olmuşam, baş direktoru. Star Qrupun CEO-su olmuşam. Orada da 9 şirkət var idi o vaxt. Bu vaxta qədər Azgranata şirkətinin idarə heyətinin sədri və CEO-su olmuşam. Müller Interior şirkətinin rəhbəri olmuşam, mebel şirkəti. Oro Mebel şirkətinin rəhbəri olmuşam. Yəni Bina Agro şirkətinin rəhbəri olmuşam. Hazırda da bir neçə şirkətdə müşahidə şurasında, müşahidə şurasının sədri və üzvü kimi yer alıram. Belə fəaliyyətim ümumi istiqamətdə bundan ibarətdir. Ağırlıq idarəetmə üzrədir, biznesin idarəetməsi üzərindən. Mən bu sahədə Azərbaycanda yəqin ki, bu sahədən çox yazan, ən çox danışan adamlardan biriyəm. Bu ilə bağlı, biznesin idarə olmasıyla bağlı 4 kitabın müəllifiyəm. 2011-ci ildə ilk kitabım çıxmışdı. Sonuncu kitab 2022-də çıxıb. Növbətçisi də yəqin 2026-da olacaq. Bu sahədə davamlı yazıram, təlimlər keçirəm, konsalting verirəm, forumlarda, konferanslarda çıxış edirəm. Belə, mənim fəaliyyətim bundan ibarətdir. Çox sağ olun. Cavabınız üçün təşəkkürlər. Sağ olun. Sizcə uğurlu liderin ən vacib xüsusiyyətləri hansılardır? Uğurlu rəhbərin nəzərdə tutursunuz yəqin ki. Çünki liderlə rəhbəri bəzən qatışdırırlar. Liderlik əslində bir funksiyasıdır rəhbərin. Ona görə yəni rəhbər deyək ki, rəhbər yəni biznesi idarə edən şəxs ilk öncə biznesi yaxşı başa düşməlidir. Biznesin mahiyyətini, kökün, biznesin necə dəyər yaratdığını, ümumiyyətlə o dəyər yaratmaq fəlsəfəsini başa düşməlidir. Yəni klassik mənada yalnız mənfəət qazanmaq deyil bizneslərin məqsədi. Yəni ümumi dəyər kontekstinə baxmalıdır. Onun bir komponent olaraq da mənfəət qazanmaqdır. Biznesi başa düşməlidir, balanslı olmalıdır. Yəni həm müxtəlif idarəetmə funksiyalarının balansından ayrı olmalıdır. Məsələn, idarəetmə müxtəlif funksiyalar, planlama var, liderlik var, nəzarət var, təşkil etmə var. Bunların hər birində yetkin olmalıdır. Bacarıqların yetkinliyinə nail olmalıdır. Məsələn, həm emosional bacarıqlar yaxşı olmalıdır, insanlarla dil tapmaq bacarığı, həm konseptual bacarıq, yəni biznesi başa düşmə bacarığı olmalıdır.
bu balansa nə qədər nail olarsa, nə qədər məsələlərə analitik yanaşarsa, strateji baxarsa, sistem düşüncəsini qəbul eləyərsə ki, yəni sistemli idarəetmə olmalıdır. Bu idarəetmənin effektivliyi baxımından vacibdir və dəyər yaratmaq məntiqin özü üçün qəbul edərsə və başa düşərsə, bu effektiv idarəçi olacaq. Yəni idarəetmə qaydaları var, prinsiplər var, onu öyrənmək lazımdır. Çox sağ olun. Sağ olun. Liderlik, rəhbərlik daha doğrusu yolunda ən böyük çətinliyiniz nə olub? Yəni ondan nə öyrənmisiniz? Çox şey. Yəni mən hər gün demək olar ki, son 2008-ci ildən bura mən şirkət rəhbəriyəm. Artıq 17 ildən çoxdur. 18 il olacaq 2 aydan sonra, 2-3 aydan sonra. Mən hər gün nəsə öyrənmişəm. Yəni hər gün idarəetmədə olmuşam, hər gün nəsə öyrənmişəm. Həm nəzəri, həm praktiki və səriştələrimi inkişaf etdirmişəm. Yəni mən indi baxıram ki, mən 10 il bundan qabaq böyük səhvlər eləmişəm məsələn. Məsələn, idarəetmənin ilk illərində mən daha çox, mən maliyyədən gəldiyimə görə əvvəllə bilirdim ki, planlamanı yaxşı eləsən, yaxşı hədəf qoysan, maliyyəni yaxşı idarələsən, yaxşı tapşırıq versən, tələb olasan, hər şey yaxşı olacaq. Sonra gördüm ki, yox, bu işin emosional tərəfləri var. İnsanlarla yaxşı münasibət qurmalısan, qaynayıb qarışmalısan, həm onlarla zarafat eləməlisən, yaxşı mühit yaratmalısan şirkətdə, korporativ mədəniyyəti inkişaf etdirməlisən. Sonra o hissələrini başlamışdım üzərində işləməyə. Sonra adam işlədikcə üfüqi genişlənir, daha böyük baxa bilir idarə etməyə. Mən düşünürəm ki, mən bir il bundan qabaq da yaxşıdır. Bir il bundan qabaqki Anar bayramı oldu, indiki məncə daha yaxşıdır. Çünki hər keçən gün, hər keçən ay insan təkmilləşir. Çox sağ olun cavabınız üçün. Sağ olun. Elə bir hadisə var, bölüşə bilərsiniz ki, həm təcrübə sizin liderliyə, rəhbərliyə baxışınızı tamam dəyişir. Biraz çox elə sualdır ki, belə deyək də, biraz çətindir bu suala cavab. Çünki o qədər keyslər görürük, o qədər... Məsələn, dünən bir keysi mən xatırladım. 2015-ci il, 2017-ci il idi. Biz noyabr ayıydı. Baxdıq ki, satışlar pis gedir. Səbəblərini araşdırdıq. Sonra gördük ki, bu bizim satış komandasına hərə versiya səsləndirir. Versiyalardan biri oydu ki, noyabr ayının sonuna doğru müştərilər süni olaraq satışı dayandırırlar, alışı dayandırırlar. Çünki onlar gözləyirlər dekabr ayı satış ayı olduğunu, yaxşı təkliflər olacaq şirkətlərin. Mən o vaxt Azqanatadaydım, FMCG şirkətlər, məsələn, marketlərdə, restoranlarda yaxşı təkliflər olur, dekabr və mart ayında xüsusilə. Sonra biz müzakirə edik ki, dekabr gözləyirlərsə biz dekabr qabağa çəkək də. Dekabr çəkək qabağa. Dekabr ayın biri başlamalı idi. Biz noyabrın 23-dən dekabr kimi trit eləyək, elə yanaşaq. Bu təbii ki, qaydaların əsiri olan adamlar üçün, qaydanı prioritet edən, qayda, prosedur, rule-based yanaşma üçün bu cinayətə bərabər bir şeydir ki, necə yəni biz dekabrın, noyabrın 23-ü başlayır. Çünki orada 100 dənə əks arqument gələ bilər, nə biləm, əmək haqqı hesablama o modulu, proqram ayı tanıyır. Nə biləm, kampaniya modulu ayı tanıyır. Nə biləm, noyabrın sonundakı pul yığımı hansı aya sayılacaq? Çünki orada KPI-lər var, metriklər var. Biz dedik ki, qardaş, biz qaydaların əsri ola bilmərik. Biz bunu eləmək, biz inanırıq ki, tez başlasaq, həmin kampaniyalar, həmin yanaşmalar, dekabrın hədəflərini indidən qoysaq, 39 gün üçün, 31 yox, 39 gün üçün, noyabrın 20-sindən başlasaq, biz daha çox satış edə bilərik, daha çox biznesə dəyər qata bilərik. Biz başladıq noyabrın 23-ü və dedik ki, sizin vaxtınız 15-dən 23-ə kimi gedin, proqramı da ona uyğunlaşdırın, nə bilim, əmək haqqı modulunu da ona uyğunlaşdırın, hər bir şey ona uyğunlaşdırın. Yəni, biz qaydalara uyğunlaşa bilmərik, qaydalar biznesə uyğunlaşmalıdır.
Bax o case mənim həyatımda o prinsip əsaslı yanaşmanın həmin o nəticəsini görəndən sonra dekabr ayında dəyişdi ki, yəni qayda əsaslı yox, prinsip əsaslı idarə etmə önəmi. O vaxta qədər mən indiki ilə müqayisədə qaydalara doğru daha çox meylli idim. Amma həmin o dönüş nöqtəsi oldu ki, mən daha çox prinsip əsaslı baxmalıyam məsələlərə. Yəni prinsip bu mənası nədir? Mənası biznesə xidmət etməkdir. Yəni mən qaydaya uyğun olmaq heç vaxt məqsəd ola bilməz də. Mən buradan nəticəni çatmayaq ki, mən qaydaların əleyhinəyəm. Mən konsaltinq verdiyim şirkətdə, öz şirkətimizdə həmişə qaydaların, prosedurların olmasını arzulayıram. İnanıram ki, bu 95% hallarda şirkətin xeyrinədir. Amma həmin o 5% halda yer gəlsə qaydaya bir dur deməyi də bacarmaq lazımdır. Yəni bu iradəni də rəhbər göstərməlidir. Çox sağ olun cavabınızı verin. Komandanızın... Biraz zaten uzun olur da deyəsən. Öz komandanızın inamını, motivasiyasını necə qorumağı bacarırsınız? Bunun kökündə, ümumiyyətlə motivasiyanın kökündə kooperativ mədəniyyət durur. Dəyər əsaslı idarəetmə olmalıdır şirkətdə. Şirkətin inandığı dəyərlər olmalıdır. Ki, məsələn, dürüstlük bizim üçün vazkeçilməz dəyərdir də. Yəni, dürüstlük bizim üçün qırmızı xəttdir. Yəni, dürüst olmayan davranış olsa, o insan bizlə davam edə bilməz. Mümkün deyil. Məsələn deyil. Məsələn, pozitivlik bizim üçün dəyərdir. Bizim komandada pozitiv olmayan adam ola bilməz. Məsələn, bütün günü Facebookda, LinkedIn'də negativ, nə bilim, ancaq nifrət göstərən, postlar yazan adam bizim şirkətdə ola bilməz. Mümkün deyil. Biz o adamla davam edə bilməliyik. Bu nədir? Bizim dəyərlərimiz var. Bizim qırmızı xətlərimiz var. Biz şirkətin xarakterini formalaşdırırıq oyunu. Ki, biz pozitivik. Biz pozitiv görsən. Biz hamıya hörmət eləyəcəyik. Bizim əməkdaşlar daim öyrənməlidir, inkişaf edən. Kim öyrənməyə, inkişafa meyilli deyilsə, o bizim komandada ola bilməz. Əvvəlcə bu konteksti gərək düzəldəsən. Ondan sonra artıq idarəetmə tərzi ilə, o xoş emosional iqlim deyirlər, o emosional klimatı, atmosferi düzəldəsən. Yəni, orada məsələn, işçilərin haqq elədiyi halda qiymətləndirilməlidir mütləq. Qiymətləndirmə çox vacibdir. İşçilərə səlahiyyət verilməlidir. İşçiləri ofsaytda saxlamaq olmaz. Şirkəti onlar hiss elətdirmək lazımdır. Məlumatda saxlamaq lazımdır. Həyəcanı daim qorumaq lazımdır. Bir də təkcə motivasiya ilə olmur. İnsani yanaşmaq lazımdır. Yəni işçilər işçi olmamışdan qabaq insandırlar. Onlara biz insan kimi hörmət eləməliyik. Amma motivasiyadan daha dərin anlayış bağlılıqdır, engagement. Yəni ola bilər ki, insan xoşbəxtdir, motivasiyalıdır, amma o performansda onu görmürsən məsələn. Bağlılıq nədir? Can yandırmaq. Yəni işə özün həss edəsən. Onu biz vurğumuz onun üzərində, aksent onun üzərindədir. Çox sağ olun cavabınıza görə. Son olaraq gənc liderlərə və yeni nəsil sahibkarlara nə məsləhət verərdiniz? Gördükləri işin dərindən öyrənsinlər, mahiyyətinə varsınlar. Yəni idarəetmə ilə məşğuldursa onun kökündən öyrənsinlər. Yəni baxıb oradan, buradan bir söz götürdüm, oradan belə yanaşmasınlar məsələyə. Yəni dərindən baxsınlar, rəqəmlə dost olsunlar. Rəqəmlə dost olsunlar. Data əsaslı yanaşsınlar məsələyə. O halda daha keyfiyyətli olacaq. Daha yaxşı fundament olacaq. Belə qısa olaraq bunu deyərdim. Bir daha çox sağ olun fikirlərinizi bizimlə bölüşdüyünüz üçün, Siz sağ olun. Siz sağ olun. Çox xoş oldu. Təhsilinizdə və işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun.